İltimas-ı dua edənlər, müşkilləri, hacətləri və xüsusilə mənzur niyyətdə olanların müşkillərinin həllinə sələvat çəkək. Allahümmə salli alə Muhammed və al. Zamanı İmam-ı Ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcillinə və bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü sələvat çəkək. Allahümmə salli. أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم أعني فيه على صيامه وقيامه وجنبني فيه من حفظاته وآثامه وارزقني فيه ذكرك بدوامه بتوفيقك يا هادي المضلين آمين يا رب العالمين. Allahın salamı olsun siz əziz, dəyərli, möhtərəm böyüklərimə, əzizlərimə, sübhün bu çağında, soyuq havada Allah evinə üz tutan hər kəsə və canlı vasitəsilə bizi istər ölkə daxili, istər ölkə hüdudlarından kənarda izləyən dəyərli, möhtərəm izləyicilərimizə. Allahdan diləyək etdiyimiz duaları bu mübarək ayda tutduğumuz orucları Rəbbimizə əl açaraq onun üçün etdiyimiz duaları ali dərəcədə bizdən qəbul eləsin. Bəli, ənənəvi olaraq hər sübh günün duasının şərhi, bəyanı, izahı haqqında danışırıq. Amma danışmazdan öncə Rəbbimizə gərək şükrümüzü icra edək. Doğrudan da Allah boynumuza minnət qoyaraq bu qısa ömürdə, bu fəzilətli ayın fəzilətli sübhlərində öz müqəddəs evində ona üz tutaraq ibadət etməyi, əl açaraq dua etməyi bizə nəsib etdiyi üçün Rəbbimizə sonsuz həmdlər, sənalar olsun. Allah bu neymət-i üzmani, bu böyük, əzəmətli neyməti bizə çox görməsin. Doğrudan da bu ömrümüzün şanlı günləridir, fəzilətli günləridir. Bu nəsib, qismət məsələsidir, ömrün vəfa qılıb qılmama məsələsidir. Çünki zamanında bizimlə bir arada olanlar, amma bugün bizim aramızda deyil. Keçən il mübarək Ramazan ayının sübhündə bizimlə bir arada olub, amma bugün Haqqı huzuruna, Rəbbimizin dərgahında olan əzizlərimiz var. Nə məlum, növbəti il onlardan biri hansısa birimiz olmayaq. Ona görə bugün üçün Rəbbimizə sonsuz həmdlər, sənalar etməliyik. Günümüzün duası çox düşündürücü və doğrudan da diqqət çəkici cümlələrdir. Günümüzə belə bir dua ilə başlayırıq. Allahümmə ə'inni fiyhə alə siyamihi və qiyamih. Allahım, bugün mənə sənin üçün oruc olmağa və ibadət etməyə kömək ol, yardımcı ol. Və cənnibni fiyhi min həfəvatihi və athamih. Allahım, bugün məni əyri yollardan və günahlardan uzaqlaşdır. Üçüncü ifadədə vardıqni fihi zikrəkə bədəvamihi bitövfiqikə ya hadiyəl mudillin. İlahi, bugün məni səni daimi yad etməyə, gün boyu, gün ərzi səni zikr etməyə müvəffəq et. Yəni dilim daima Allah desin,
La ilahe illallah desin. Bir an belə mənim yadımdan çıxmayasan. Tevfiqike ya hadiyel muzillin. Ey yolunu azmışlara yol göstərən, yolunu əyri gedənlərə düz istiqamət verən Allahım, amin, ya Rəbbəl aləmin. Möhtərəm cəmaatımız, əziz möminlər, bizi izləyənlər, duada biz belə başlıqla edirik, Rəbbimizə dua edərək belə günümüzə başlayırıq ki, Allahümmə ə'inni alə siyamihi və qiyamih. Allahım, bugün mənə sənin üçün oruc olmaqda və ibadət etməkdə kömək ol. Burada artıq insan Rəbbindən kömək diləyir. Məsələn, bəzən çarəsiz qalanda bir iş görmək istəyirsən, amma o işi həyata keçirməkdə çevrəndə olan insanlardan yardım diləyirsən, kömək istəyirsən. Deyirsən ki, mənə kömək elə, mən bu işi görüm. Artıq insan Rəbbinə dönüşü başa düşüb. 7-ci gündə artıq səhvlərin başa düşüb. Dünənki duada Allahım ondan öncəki gündə məni tövbə əhlindən və istiğfar edənlərdən qərar ver. Duaların ardıcıllığına baxsa, yəni artıq insan peşmançılıq hissi keçirir, etdiyi səhvləri bir də təkrarlamaq, eləmək istəmir, təkrar etmək istəmir və Allahdan kömək umur. Və Allahın qapısında, onun huzurunda buyurur, Allahümmə ə'inni alə siyamih və qiyamih. Allah, mənə kömək ol ki, bugün sən məndən istədiyin şəkildə sənə oruc ola bilim. Səni razı salacağım şəkildə sənə ibadət edim. Baxın, Allah Teala insanı ki yaradıb, bütün bəşərin ona ibadət etməsini istəyir. Amma Allahın istəyi iki növdür. İradəsi iki növdür. Bunun kəlam elmində, əqaiddə, fəlsəfədə geniş bəhsi var. Elm əhli olan qardaşlar, ustadlar bilir. Mən söbhün buçağında çox da o fəlsəfi cümlələrlə, fikirlərlə sizi yormaq istəmirəm. Amma qısaca bu söz aşkar olsun deyə, bəyan olsun deyə, başa düşülsün deyə izahını azacıq da olsa verəcəm. Buradan belə bir sual yarana bilər ki, əgər Allah bütün bəndələrinin ona ibadət etməsini istəyirsə, onda bəs etməyənləri biz görəndə nəuzubillah, nəstəciribillah, bəs Allahın istəyi hara getdi? Onda Allah istədiyi baş vermədi. Axı bu tərəfdən deyirik ki, Allah bütün yaratdığı insanların ona ibadət etməsini istəyir. Amma biz baxırıq, görürük ki, edənlər az, etməyənlər daha çoxdur. Deməli, iki növ iradə var uca Rəbbimizə nisbətdə. Birinə iradə-i təşrii deyirlər, birinə iradə-i təkvini. Təşrii budur ki, Allah şəriət hökmlərində istəyir olsun, amma o istəyini insanın ixtiyarına buraxıb. Yəni, məsələn, Allah bütün yaratdığını ona ibadət etməsini istəyir, təvhid-i bəhsdir. Və bütün yaratdıqlarının cənnətə getməsini istəyir. Sual yaranır, bəs cəhənnəm də yaradıb axı, əzab da var. Deməli, bu şəriətlə bağlı olan məsələlərdə Allahın iradəsi kovni, təkvini iradə deyil. Məsələn, günə çıx deməsi ilə çıxır, aya, məsələn, yer ətrafında, öz ox ətrafı ilə yanaşı fırlanmasını bir sözlə insanın ixtiyarına buraxıb. Və bu təşrii məsələlər, oruc olmaq, namaz qılmaq, bu məsələlər də Allah istəyir. Amma bu istəyi bizim ixtiyarımıza buraxdığı üçün bizim edib etməməyimizdən asılıdır. Ona görə biz bunun fərqinə vardığımız üçün Allahdan bu işdə yardım diləyirik.
Allahümmə a'inni ala siyamih və qiyamih. Allah, bugün mənə kömək ol, sənin üçün oruc ola bilim, sənin üçün ibadət edə bilim. Yəni, mən başa düşürəm, bu mənim ixtiyarımlandır. Amma mənim ixtiyarımla olduğuna görə, məndə o ruh yüksəkliyi olmadığına görə, mən sənə ibadət etməyə bilərəm, oruc olmaya bilərəm. Əksər ibadətdə olmayanlardan soruşanda, deyəndə niyə namaz qılmırsan? Demir, nəuzbillah, nə namaz, boş şeydir. Yox, deyir, hələ özümü hazır görmürəm, hələ hazır deyirəm. Qılıb o işləri eləməkdənsə qılmama. Baxırsan, yəni artıq insan özündə o gücü, mənəvi gücü toparlaya bilməyib, özünü toparlaya bilməyib. Burada sanki sən o mənəvi, o baxımdan Allahdan güc istəyirsən, kömək istəyirsən ki, məsələn, bəzən görsən, ruhi baxımdan o qədər mənəvi cəhətdən yüksəlirsən ki, namazın vaxtını gözləyirsən, dəstəmaz alıb biraz qabaq zikr eləyirsən, vaxtın olanda Quran-ı Kərimi götürüb tilavət eləyirsən. Amma bəzən ruhi baxımdan süslük yarananda, mənəvi cəhətdə boşluq olanda, azanı deşidirsən, hələ yerindən qalxmırsan, deyirsən, hələ vaxta var da, qılaram. Biraz vaxta oturmuşsan, bir ciddi bir işin də yoxdur. Amma ruhən mənin o qədər yüksəlməyibsən, ya boşluq yaranıb namazı əvvəl vaxtda qılmırsan. O nöqteyi nəzərdən Allahdan güc, qüvvət istəyirik, ruhani baxımdan günün duasında güc, qüvvət istəyirik. İkinci cümlədə وَجَنِّبْنِي مِنْ حَفَوَاتِهِ وَآثَامِهِ Allahım, bugün məni pis işlərdən, günahdan, səni narazı salacaq işlərdən, sənin qəzəbinə səbəb olacaq işlərdən uzaq et. İnsan doğrudan da bəzən bilməyərəkdən belə bir insanın qəlbini qıra bilər. Bilməyərəkdən belə birini incidə bilər, narahat edə bilər. Hətta bu duada bildiyimiz kimi mübarək Ramazan ayından digər aylarda bizim iki əsas düşmənimiz, bir şeytan, bir də nəfs. Şeytan kənardan, nəfs də özümüzün içimizdən olan düşmənimizdir, nəfs. Deyir, bu baxımdan mübarək Ramazan ayı bir aydır ki, bu ayda şeytanlar zəncirlənər, amma bizim nəfsimiz isə zəncirlənməz. Və nəfsimiz bizi yenə pisliyə vadar eləyə bilər, yenə çirkaba daxil edə bilər. O nöqteyi nəzərdən çalışağın biz insanların qəlbinə toxunmayaq, insanların qəlbini qırmayaq. Xüsusilə də oruc ağza mülayim, səbirli olaq. Amma əfsuslar olsun, bəzən əksi müşahidə edilir. Yəni, oruc olanda qaşqabaqlı, hirsli, məsələn, aqressiv, söz deyirsən, məsələn, adama belə bitər cavab verir. Baxırsan ki, bu adi halda tanıdığın adam deyil də. Yəni, elə loru dildə desək, qanqan deyir, vır-vırım deyir. Elə gözləyir ki, bir söz deyəsən, bir şığısın üstüvə də. Yəni, orucun mənəvi halı budur. Mənəvi halda sən hüzura qərq olmalısan. Bir adı da səbirdir, səbirli olmaq. Amma baxırsan ki, sənin oruc olmayan halın, məsələn, iş ora yerə gəlir ki, məsələn, ailədə filanda görürlər ki, çox narahatsan, deyirlər, belə oruc olmaqdan sonra oruc olmasın yaxşıdır. Oruc olsan, hamını qırıb qatırsan, uşağı, böyüyü, balacanı. Mən şahid olmuşam. O qardaşlardan biri buradadır, yəni özü bilmir. Atası yaxınlaşmışdı, biraz yaşı var. Elə atası da məscidimizə gəlir, gedir. Deyir, ay hacı, bu uşaq, ailə, uşaq bunun əlindən bizar ol. Orucu olanda elə yetənə, yetməyənə, bu evə gələndə elə uşaqlara tapşırır, ta toz gəldi, bir keçin otağıza ki, ta orucdur. Səs-sü çıxartmayın. Yəni, bu cür olmaz. Gərək biraz oruç halında sən daha mülayim olasan, daha
səbri nümayiş etdirəsən, nəinki əksi. O nöqteyi nəzərdən günün ikinci duasında buyurur, Allahümmə cənnibni min həfəvatihi və athamih. Allahım, bu gün məni günahlardan, pis işlərdən qoru ginən, qəzəbdən qoru ginən, şəhvani hisslərdən qoru ginən, mənə kömək ol ki, mən bütün əzai cəvarih, bütün orqanlarımla gözümün haqqını əda edim, qulağımın haqqını əda eləyim, dilimin haqqını, qəlbimin, niyyətimin haqqını, niyyətimdən belə pis şeylər keçirtməyim, dilə gətirmək bir yana. Və üçüncü hissəsində vəvfiqni, Allahım, məni müvəffəq et, mənə kömək ol, bugün daimi olaraq səni zikr eləyim, səni yad eləyim, daima mənim yadımda olasan. İnanın, əgər gün boyu Allah insanın yadında olsa, insanın ruhu mənəviyyata qərq olar. Baxışın Allahı xatırladar, danışığın Allahı xatırladar, duruşun Allahı xatırladar, büsbütün varlığın Allahın rənginə boyanar, Allahı tərənnüm edər. Ona görə üçüncü bəndində buyurur, Allahım, bugün səni daimi yad etməyi, davamlı şəkildə, bu mühümdür. Ola bilər, hər namazdan namaza üzüyü tutanda Allah yada düşə, amma ortadakı o fasilədə Nəuzubillah, nəstəciribillah, yeni öz abı-havanda olasan, heç Allah yada düşməyək. Amma duada qeyd olunur ki, səni daimi, davamlı şəkildə, yəni ara vermədən, fasilə vermədən yad etməyi mənə nəsib et. Ya hadiyəl muzillin, ey yolunu azmışlara yol göstərən, yolunu azanlara bələdçi olan, düzgün istiqamət verən Allahım. Amin. Ya Rəbbəl aləmin. Allah bu günləri, bu duaları bizdən ali dərəcədə qəbul eləsin. Cümləmizə davamlı şəkildə Allahı yad etməyi hər birimizə nəsib eləsin. Allah bu günü hər birimizi həqiqi oruc olanlardan qərar versin və bu ay boyunca bizə o mənəvi cəhətdən o gücü, o qüvvəti əta eləsin ki, Allahı razı salacaq şəkildə Allah dostlarının etdiyi bütün əməlləri edən kəslərdən olaq inşallah. Peyğəmbər alı Peyğəmbərə, ali sələvat zikr elə. Allahümmə salli əla Muhamməd, ali Muhamməd.